oldu 2026-cı il. Yarım stansiya 89'un qarşısındadır. Suyun çəkilməsi üçün işlər gedir. İki adet ekstradır çarpılmışı. Motorların su çəkilməsi üçün. Buraların da vəziyyətinə baxın bir dənə. Burada kabel yanır. Qorucu qoydum, qoşdum, təzədən yandı. Təhlükəsizliyi qoru, kəməri var, təhlükəsizlik kəməri var, gəlir. 16 kilovatlık numara yarım stansiyasından çıxan 6 kilovatlık yüzdək. Su dolmaya karşı torpaq dolduruldu. Temin 14 tarafına su dolması. Hal-hazırda kurudu. Bir yerde az sızma vardı. O da tarafımızdan karşısı alındı. Tamam kurudu. Ətrafı torpaq qatıyla hasarlanıb, suyun qarşısı alınır. 236 xəttində naqil qırılır, hal-hazırda bərpa işləri gedir. Azərişıq SC Xaçmaz Ritsi Quba rayonu Təngyaltı kəndində 35-10 kilovoltlu Təngyaltı yarım stansiyasından çıxan 35 kilovoltlu Qonaqkənd hava xəttində aşmış dayağın bərpası işləri aparılır. Hal-hazırda 35-10 kilovoltluq nasos yarımçasızını qidalanılan 10 kilovoltluq Y hava xəttində göründüyü kimi bir ədəd beton dayaq yıxılmışdır. Dayağın düzləndirilməsi işləri aparılır. İşlər tərəfimizdə davam etdirilir. Qəza tez bir zamanda tərəfimizdə bərpa edəcəkdir. 10 kilovoltlu Anke dayağın bir hissəsini sel yumuşdur. Hal-hazır dayaq qəzalı vəziyyətdədir.